Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən həftəlik proqnoz edəcəm. 3 dənə variant olacaq. Variantlardan birini seçəcəksiniz. Xatırlatmaq istəyirəm ki, baxımlar ümumidir. Əgər şəxsi baxım istəsəniz, şəxsi olaraq müraciət edirsiniz. Deməli, mən ailədən gəlmə yəhudi baxıcıyam. Kanalda müxtəlif cür baxımlar, proqnozlar paylaşıram. Əgər sizə maraqlıdırsa, abunə ola bilərsiniz və həmçində şəxsi olaraq müraciət edə bilərsiniz. Çünki təkrarlayıram, baxım ümumidir. Şəxsi üçün gərək Instagram üzərindən müraciət edərsiniz, şəxsi məlumatlarınızla birlikdə. Deməli, 1, 2, 3. Deməli, seçirsiniz. Birincisi, ikincisi, üçüncüsü. Deməli, gəlsə daha çox vaxt tələb olunursa videonu dayandıra bilərsiniz. Deməli, seçim etdikdən sonra davam edə bilərsiniz baxıma. Mən isə çox gözləmək istəmirəm. Gəlin başlayaq. Deməli, burada sizin ümumiyyətlə həftə boyu belə baxsaq, xüsusən deməli hansı bürclər həyatınıza effekt göstərə bilər. Burada su ünsüründən və od ünsüründən olan insanlarda su ünsüründən deməli balıq, xərçəng, əqrəb ola bilər və od ünsüründən deməli şir, ox atan qoç ola bilər. Belə bürclərin sizin həyatınıza təsiri olacaq və həmçinin də siz özünüz belə bürclərdən də ola bilərsiniz. Bu ehtimaldır və çünki bu ümumi baxımdır. Bu təqdirdə deməli burada sizin özünüzdən də asılı olan şeylər olacaq, hansı ki sizin inisiativa dedikləri, yəni sizin addımınızı, sizin hərəkətinizi gözləyən işlərin olacağının da göstəricisidir. Deməli, baxsaq belə deməli sferalara, şəxsi həyatınızda burada sizin anlaşılmazlıqlar ola bilər. Misal üçün siz bir dənə şey deyirsiniz, sizə qarşı tərəf tamamilə başqa bir şey deyir. Burada həm toksik ilişkilər və toksik danışma mümkündür. Yəni toksik nə mənada? Misal üçün qıcıqlanırıq, nəyəsə başqa şeyə də qıcıqlana bilərik, amma qarşı tərəfə də bunu yansıdırıq. Yəni şərt deyil ki, həmin o adamdan qaynaqlansın, sizin özünüzdən də qaynaqlana bilər və həmçində o insan öz həyatında bir problem yaşayıb da necə hınc deyirlər, çıxardırlar. Misal üçün belə bir şey ola bilər. Ümumiyyətcə ikili ilişkilərdə bir-birinizə elədiyiniz toksiklik də ola bilər, hansında ki siz biraz necə deyirlər, belə adətən olur. Sən nə dedin? Sən nə dedin? Niyə belə danışırsan? Yəni belə bir şey ola bilər ki, bir-birinizə dediyiniz belə incidici sözlər, incidici şeylər mümkündür. Ona görə çalışın burada belə şeylərdən qaçının, belə şeylər və sizin ümumiyyətlə həyatınızda bu bəzi insanlar üçün keçərlidir. Kimdə ki şəxsi həyat deməli ön planda deyil, onların həyatında apardığı mübarizə, bu mübarizə onların şəxsi həyatını da zəbt edə bilər və şəxsi həyatına yansıya bilər. Yəni bu mübarizə həm ilişkidə ola bilər və həmçinin də sizin şəxsi həyatınızda, yəni həyatınızda baş verən məsələlərin, mübarizənizin şəxsi həyatınıza da yansıması mümkündür. Çünki burada dediyim kimi ümumi baxımdır. Deməli, işə və ya təhsilə baxsaq, işdə və ya təhsildə burada necə deyərlər, belə bəzilərində necə var, elə qalır, yəni köhnə hamam köhnə taz. Bəzilərində isə burada seçim və seçimlə bağlı olan bir qərarsızlıq və həm qərarsızlıqdır bu, həm də ki bir neçə yola getmək istəyidir. Yəni bir neçə yol dediyim, yəni bir neçə seçimə yönəlmə ola bilər. Yəni tək bir şeyə deyil də bir neçə şeyə yönəlmə aktual ola bilər. Bəzilərində burada çıxılmaz bir vəziyyət yarana bilər. Misal üçün işdə və ya təhsildə hansısa sizi belə fikirləşdirən bir çıxılmaz bir vəziyyət də ola bilər. Diqqətli olursunuz. Ümumiyyətcə burada həftə boyu ani xəstəliklərdən qaçının. Yəni burada ani soyuq dəymə, soyuq sizi yəni
sağlamlığınıza təsir göstərə bilər soyuq və həmçinin də burada xəstəlik ola bilər. Bəzilərində xəstəliklə bağlı hansısa məsələlərin həll olunması ola bilər. Bəzilərində bu nə edək, necə edək, həkimə gedək ya da həkim gedişi ola bilər ki, həkimə gedirsiniz. Yəni burada ani xəstəliklər və bu həm real xəstəlik ola bilər, həm də ki mənəvi. Misal üçün nəsə sizə toxunur, o da sizə ruh sağlığınıza təsir göstərir. Yəni sizi xəstə kimi edir, xəstəlik verir. Ona görə diqqətli olun və qaçının elə şeylərdən, elə situasiyalardan və elə insanlardan. Deməli, dediyim kimi burada sizin çox vaxtı təsir göstərən bürclərdən su və odun sürü olacaq. Xüsusən də bu sizin maddiyyatınıza olanda təsir ola bilər. Həmçinin də bir şey qeyd etmək istəyirəm ki, maddiyyatda burada deməli dediyim sadaladığım ünsürlərdənsinizsə sizin özünüzdən asılı ola bilər. Amma çox böyük ehtimaldır ki, burada başqa insanlardan gələn maddiyyat ya da o insanlara xərclənən maddiyyat əsas bir mövzu olsun. Yəni həftə boyu başqa bir insandan alınan pul və ya o insana verilən pul aktual ola bilər. Deməli, burada sizin həftə boyu maddiyyatınız çox vaxtı deməli evə xərclənən və ya evdən alınan bir pul ola bilər. Deməli, evlərdən bu mülkiyyət ola bilər, həmçinin evdə ailədən olan, yəni evdə sizinlə birlikdə yaşayan insanlardan ola bilər və həmçinin də evə və ya mülkiyyətə xərclənən pullar ola bilər. Yəni burada çox böyük məsələ maddiyyat yönümlü, konkret evə, mülkiyyətə və ailə ola bilər, amma o təqdirdə ki, o ailə ilə birlikdə qalırsınız, birlikdə yaşayırsınız, yəni belə bir şey aktual ola bilər. Deməli, şəxsi həyatınızda burada biraz seçim ola bilər, yəni seçim tərəddüd ola bilər, belə edinmi, elə edinmi, yəni bu şərt deyil ki, bir neçə insan arasında olsun seçim, yəni sizdən başqa insana da seçim olsun, bu şərt deyil, amma bu da ola bilər. Bu konkret, misal üçün ikinizsiniz, yəni başqa bir adam yoxdur, amma ilişkidə addımlarla ya da gələcəklə bağlı da seçim ola bilər. Amma dediyim kimi seçim burada ən aktualıdır, bu insanlar arasında da ola bilər seçim, hansı ki şəxsi həyata yansıyır. Həmçinin də bu var olan ilişkidə olan seçimlə bağlı ola bilər. Yəni gələcəyə yönümlü bir seçim ola bilər. Çünki burada ümumi baxımdır, fərqli ilişkilərdə olan insanlar baxır. Amma əsas mövzu bu bir seçimdir və bu seçim belə maddiyyat deməyim də maddiyyat yönümlü ola bilər. Yəni necə deyərlər, perspektiv daşıyan, gələcəyə yönümlü bir seçim yatır. Yəni bu seçimin altında, yəni bünövrəsində burada maddiyyat gələcəyə və rahatlığa, yəni bu emosional seçim deyil, emosional bir qərarsızlıq deyil, bu daha çox mənə daha necə yaxşı olar. Yəni bu sizin tərəfinizdən şərt deyil ki olsun, bu qarşı tərəfdən olunan bir şey də ola bilər, o seçim edə bilər ki, mənə daha necə rahatdır. Yəni bu insan daha çox duyğusal deyil də, daha çox məntiqlə hərəkət edir. Yəni bu məntiq də maddiyyatla və gələcəklə sabitlənən bir şeydir. Yəni bunlarla yola çıxaraq bu insan o seçimi edir. Deməli, işdə və ya təhsildə burada sizin ani gəlişmələriniz ola bilər, yəni gözləmədiyiniz bir situasiyalar baş verə bilər. Bu daha çox təhsillə və ya işlə bağlı ola bilər. Bu ya həftə boyu baş verə bilər, ya da ki həftədən bir neçə gün qabaq ya da sonrasında baş verə bilər. Yəni belə şey ola bilər, hansında ki təsir göstərə bilər gözləmədiyiniz bir şəkildə. Deməli, həftə boyu həmçinin də baskı hiss edə bilərsiniz, yəni təzyiq hiss edə bilərsiniz və həmçinin də özünüz təzyiq göstərə bilərsiniz. Burada vacib məqamlardan biri bu olacaq. Buna görə buna diqqət yetirirsiniz. Deməli, həftə boyu burada maddiyyat yönümlü görüşlər aktual olacaq. Yəni, həm maddiyyat yönümlü, həm də ki, praktiki yönümlü günlük görüşlər aktualdır. Həmçinin də deməli,
Əsas bir mövzu olan bir şey olacaq bu görüş. Bu həm həftə boyu əsas mövzu ola bilər, həm də ki vacib bir görüş ola bilər. Yəni həftənin əsas mövzusuna çevrilə bilər. Deməli, burada od ünsüründən və su ünsüründən olan insanların həyatınıza təsiri olacaq həftə boyu. Deməli, su ünsüründən balıq, xərçəng, əqrəb ola bilər. Od ünsüründən deməli şir, qoç, oxatan ola bilər. Yeganə bir bürcdə, yəni əlavətən deməli dolça ola bilər. Deməli bu insanların, yəni bu bürcdə olan insanların həyatınıza təsiri olacaq. Həmçinin siz özünüz belə bir bürclərdən ola bilərsiniz və deməli sizin özünüzdən onda asılı olacaq bəzi şeylərdə. Yəni amma bu dediyim sizin ünsürünüzdən olan insanların da həyatınıza təsirini kənara qoymur. Yəni bu təsir də olacaq. Amma burada siz özünüz də belə bürcdən ola bilərsiniz. Deməli, burada sferalara baxsaq, sferalarda deməli şəxsi həyatınızda sizin özünüzdən, əgər bu bürclərdən birisinizsə, sizin özünüzdən daha çox hər şey asılı olacaq.